AFFA Azərbaycan Mini Futbol Federasiyası, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Asfar Qrup, Brand Spor Az saytının təşkilatçılığı və Avtomega Cəngi Spa və bir sıra qurumların təşkilatçılığı ilə şanlı zəfərimizin 5 illiyinə həsr olunmuş İlhamlı Qələbələr adlı böyük qayıdış festivalı çərçivəsində xüsusi mini futbol turniri təşkil olunub. Turnir həmçinin 150 illiyi tamam olunmuş Azərbaycan Milli Mətbuatının il üzrə son tədbiri olmaqla yanaşı, Azərbaycanın ictimai-siyasi xadimi, jurnalist və millət vəkili olmuş mərhum Qənirə Paşayevanın 50 illik xatirəsinə ithaf olunur. Bugün turnirin açılış mərasimində Qazilər komandası ilə İncəsənət nümayəndələri arasında simvolik oyun baş tutub. Oyunun nəticəsi 6-6 hesabı ilə yekunlaşıb. Turnirin digər oyunları 22, 23, 24 dekabr tarixlərində baş tutacaq. Yarışda Qazilər kütləvi informasiya vasitələrinin nümayəndələri, İncəsənət nümayəndələri, eləcə də Avropa, dünya və Olimpiya çempionları, müxtəlif sahələrin tanınmış ictimai şəxsləri iştirak edəcəklər. Ziya Hikmətoğlu, Rəsul İsayev, Səs TV xəbər.